Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah. Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Biz Yəmanilər barəsində danışırdıq. İnşallah bugünkü dərsimizdə Yəmanilərin məşhur nümayəndələri barəsində danışacağıq. Çox önəmli bəhslərdir. Tanıyaq kimlərdir, harda fəaliyyət göstərirlər, hansı sosial şəbəkələrdə, hansı kitabları var və ondan sonra onların əsas heyətləri barəsində danışacağıq və ən əsası qolları barəsində ki, 4 dənə məşhur qolu var və Azərbaycanda olan Yəmanilər hansı qolun nümayəndələridir və bunların arasında, bəziləri arasında ciddi ixtilaf var, bir-birlərini vururlar və batil adlandırırlar. İnşallah işarə edəcəyik. Kimdir? Əsas nümayəndələr kimlərdir? Ona işarə. 9 dənə məşhur nümayəndəsi var. Əhməd İsmaili təbii ki, çıxmaq şərti ilə. Yəni bunlar, bu adları ki sayacağıq burada, bunlar hamısı Əhməd İsmailin o əsl o, deyək ki, bunun bu Yəmanilik cəryanının təsisçisidir, onların nümayəndəsidir, onların davamçısıdır. Onun davamçılarıdır bunlar. Birinci Şeyx Nazım Əl-Uqeylidir, 9 dənədir. Seyyid Həsən Əl-Həmmamidir, Seyyid Vasiq Əl-Hüseynidir, Şeyx Həbib Əs-Saididir, Doktor Əla Əs-Salimdir. Hamısı da İraqdandır. Abdullah Haşimdir ki, Azərbaycanda olan Yəmanilər bunun tərəfdarıdır. Məhdi Rəhimidir, Doktor Tevfiq Əl-Məğribidir, Şeyx Əbdülraziq Əl-Cabiridir ki, bunların hər biri barəsində qısa məlumat vermək istəyirik. Bəzi əzizlər əgər istəsələr, məlumat əldə etmək istəsinlər, bu dediyimiz mənbələrə müraciət edə bilərlər inşallah. Şeyx Nazım Əl-Uqeyli özü müəmməmdir, əmmamə qoyur. Yəni, indi hal-hazırda da yaşayır, işarə eləyəcək inşallah. Əhməd İsmaildən sonra ikinci şəxsiyyət kimi tanınır. Təbii ki, bunlar hardadır? Ümumi Yəmanilərin içində, deyək, Yəmani dünyasından söz gedir. Azərbaycandan yox. Çünki Azərbaycanda ola bilirsiniz, bu Şeyx Nazım Əl-Uqeylini tanımırlar və qəbul etmirlər ki, qəbul etmirlər. Çünki Əhməd İsmailin bir dənə Facebookda səhifəsi var. İndi onlar üçün maraqlıdır. Görəsən bu səhifəni özü işlədir Əhməd İsmail ki, bəzilər deyirlər qeybət çəkilib. Məsələn, Seyyid Haşim deyir ki, qeybət çəkilib. Yoxsa özü işlətmir, başqası işlədir. Məsələn, bu onun tərəfdarıdır ki, özü işlədir. Nazim Əl-Uqeyli. İkinci şəxsiyyətdir Əhməd İsmaildən sonra Yəmani dünyasında. Nəcəf məktəbinin müdiridir, böyüyüdür. 1986-cı ildə dünyaya gəlib İraqda Əş-Şu'lə, Bağdadın Əş-Şu'lə yerində sakindir və Hövzəvi, o Yəmanilərə məxsus Hövzəvi fəaliyyətlərin müdiridir və əsasən də cavanlar arasında təbliğatla məşğul olur. 1990-cı ildə 98-ci ildə Nəcəf Əşrəfə daxil olub, Hövzəyə daxil olub, Həyyün Nəsir Nəcəfdə olan bir yerdə sakin olub və orada yerləşən mədrəsədə oxuyub və doktoranturanı bitirib. Doktoranturanı harda bitirib? Ma'hədud Dirasatil Ulya Əd-Diniyyə və Lüğaviyyə ki, Yəmanilərin Nəcəfdə ən böyük mərkəzləridir, təlim mərkəzləridir. Diqqət edin. Yəni, əgər Nəcəfə getsəniz, orada bu cür mərkəzlə rastlaşsanız, bilin ki, bu Yəmanilərindir. Ma'hədud Dirasatil Ulya Əd-Diniyyə və Lüğaviyyə Nəcəfdə yerləşir və Əhməd İsmailin dəvəti ilə, yəni onun vaxtında təsis olunub. Və bilirsiniz, Əhməd İsmail indi əvvəl Nəcəfdə olub, sonra keçib, bu həmən müddət ərzində. Onun bir sözü var, Nazım Əl-Uqeylinin, deyir ki, Allaha sitayiş edirəm və Allahdan istəyirəm ki, İmam Məhdinin vilayətində məni sabit qədəm eləsin və onun vəsisi və elçisinin, yəni Əhməd Əl-Həsənin vilayətində məni sabit qədəm eləsin. Çox bağlı insandır. İlk iman gətirənlərdən biridir Əhməd İsmailə.
Əqaid elmi sahəsində çoxlu tədqiqatları var. Dinlər barəsində, rical, dirayə elmləri barəsində çoxlu tədqiqatları var. 30-a yaxın təqribən kitab var ki, Yəmanilərin o məşhur kitabları ki var, təbliğ kitabları da 20 cildinin sahibi budur. 20 cild kitabı ancaq Yəmanilər barəsindədir və çoxlu tərəfdarı var. Məsələn, bəzi kitablara işarə edir. Burada İqazun Naim li istiqbal qaim dirasatun fi şəxsiyyətil Yəmaniyil məv'ud ər-raddul əhsən fi difa an Əhmədil Həsən mən hum vərəsətul ənbiya əl-i'tidal fi sifatil ənbiya və l-əimmə məlhəmətul fikril İslami vəl fikril demokratiyyi təvaturul əxbar fi istimrali imamə bə'də sahibi zaman. Bunun barəsində biz çox oxuyacağıq inşallah. Yəni çox toxunacağıq bu məsələyə. İmam zamandan sonra imamətin davam etməsi barəsində deyir bizim rəvayətlərimiz var və mutavatir həddədir. Bu kitab bundan danışır. Və hədislər gətirir ki, baxın deyir ki, hədis gəlib deyir ki, imam zamandan sonra 12 dənə imam gələcək. Məhdi gələcək, ona işarə edir. Əl-Vəsiyyətu vəl-Vəsih kitabı və digər kitablar. Bu şəxs tarixçəsinə baxsaz görəsiniz, Əhməd İsmailin o rabitəsi olub, Əhməd İsmail ki, təqibdə idi, yəni izləyirdilər onu, gəzirdilər, həmən vaxtı gizlənmişdi və Səddamın dövründə öldürmək istəyirdilər onu və o rabitə yaradan Nazim Əl-Uqeyli olub ki, yalnız o bilirdi hardadır və ondan rabitə yaradırdı. Və çox maraqlıdır, Nazim Əl-Uqeyli əslində bu cür deyə bilərik, bu Yəmani düşüncəsinin əsl nümayəndədir. Yəni, düşünən beynidir, belə deyək. Yəmani zəryanının düşünən beynidir və Allahın izni ilə biz işarə edəcəyik o komitə heyətlərə ki, onların 6-ya yaxın heyətləri var. Elmi heyət, təhlükəsizlik heyəti, maraqlı komitəsi, hərbi komitə, maliyyə komitəsi, informasiya və rabitə komitəsi bunların hamısının nə idi? Nəzarətçisidir. Yəni, bu nəzarət edir. Elmi nəzarətçisidir. Çox, yəni, hörmət olunan bir şəxsdir. Lakin siz Azərbaycanda olan Yəmanilərə baxsanız, bir dəfə demək olar ki, bu şəxsin adını eşitməzsiniz. Səbəb nədir? Səbəb budur ki, çünki Azərbaycanda olan Yəmanilər Misir məktəbinin bir məktəbdir, adlarını qoyublar. Misir məktəbi ya qara bayraqlılar. Onlar fərq edir. Ona görə də siz özünüz görürsünüz, onların başlarında papaq var. Qara papaq var. İkinci şəxs Seyyid Həsən Əl-Həmmamidir. O da Hənnana şəhərində dünyaya gəlib və maraqlıdır. Bu şəxs böyük mərci təqlid, yəni dünyasını dəyişən mərci təqlid, İraqda mərci təqlid idi də Ayətullah Seyyid Muhammed Həmmaminin övladıdır, oğludur. İnşallah bunun barəsində önəmli sözlər var. Ona görə mən bunun üzərindən keçirəm. Nə mənada keçirəm? Yəni burada saxlayıram. Növbəti vaxtımız bitdi deyə, növbəti verilişimizdə bu şəxs barəsində danışacaq. Biraz araşdırma aparım. Bir dənə mən cəriyana burada işarə eləyim. Növbəti verilişimizə qədər baxın. Təriqatun sulukiyyə. Bu cəriyan barəsində suluki yolu ki, Nəcəfdə yaranıb Seyyid Muhammed Sadiq sədrin, ikinci sədrin zamanında olub bu. Bu şəxs əvvəl o təriqətə qoşuldu. Seyyid Muhammed Sadiq sədr onu hövzədən qovdu. İnşallah bu barədə danışarıq. Bu ümumiyyətlə təriqət nədir, nə deyir? Əlbəttə indi də var, amma o qədər də tərəfdarı yoxdur. Növbəti verilişimizə qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.